Şiələrin ayrıca bir Quranı var. Quran-Kərimdə olmayan ayələri orada deyirlər. Adını da qoyublar Müshəf, Fatimənin Müshəfi. Quranın da adlarından bir Müshəfdir. Və Fatimə sallallahu əleyhi əlində olan kitab ayrıca bir kitabdır. Şiələr indiki Quranı təhrif bilir, dəyişilmiş bilir və orada elə ayələri var ki, onu orada yazıblar, gizlədiblər. Mən özüm evimdə və sizin evinizdə, məscidlərimizdə üstümüzdə saxladığımız Quranlara baxın, bir Quran tapın ki, bu yalandır. Araşdırın bunu. Bu yalandır. Bu böyük bir böhtandır. Bu haqsızlıqdır. 2. Elə bir hakim, hakimiyyətdə olan insan yoxdur ki, onun adı, atasının adı o kitabda yazılmasın. Bu Biharul Ənvarda nəql olunmuşdur. Hələ bu nədir? O cümlədən də Əhl-i Sünnə qardaşlarımız öz kitablarına nəql ediblər ki, o kitab elm dəryası idi, xəzinə idi, qeybdən məlumat verirdi, orada kəşflər var idi. O kitabı da heç də öyrənməklə, 6 aylıq müəllim yanına, ustad yanına gedib öyrənməklə olan elmlər yox idi. Orada qeyb elmləri var idi. Miqdarı, səhifəsi nə qədərdir? Əhl-i Beyt imamlarımızdan, Allahın salamı olsun onlara soruşduqda, imamlarımız buyururlar ki, Müshəf əlinizdə olan Qurandan 3 bərabərindədir. İndi o kitab kimdədir? Əqidəmiz budur. Və indi hal-hazırda o kitab zamanımızın imamı, 12-ci İmam Mehdi əleyhissalamın yanındadır. Bəli, İmam Mehdi əleyhissalam gələndə o kitabı gətirəcək inşallah.